Təşəkkür edirəm. Köməkçilər, texniki məsələlər idi. Düşünürəm ki, hər şey yaxşıdır artıq. Nə gözəl. Günel xanım, ümumiyyətlə az əvvəl də mən tamaşaçılarımıza təqdim eləyəndə, danışanda qeyd elədim ki, mənim özümə də maraqlıdır. Məsəl üçün, deyək ki, nəqliyyat vasitəsində yaşlı bir insana, ya da ki, deyək ki, bir xanıma yer verilməsi, bu etiket qaydasıdır, yoxsa sadəcə olaraq insani bir məsələdir? Bir çox ölkələrdə dəyişkəndir. Hər kəsin bir milli etiketi var, bir də qlobal etiket var. Dünyada qəbul edilmiş protokol işgüzar qaydaları var. Onlar hər kəsə eyni aiddir. Bir də milli etiket var. Ümumiyyətlə, özündən yaşca böyüyə yer vermək artıq son 10 ildə milliləşib. Millətdən millətə dəyişkən olub. Maraqlıdır. Fikrinizcə, etiket qaydaları insanın psixoloji imici və sosial statusu ilə necə əlaqəlidir? Bir insana baxanda onun davranışından, etiketə anlayışından necə insan olduğu haqqında məlumat ala bilirikmi? Ümumiyyətlə, ilk öncə etiket, yəni etika dəyərlərimizi üzə çıxartmaq mexanizmidir və etiket İlk öncə özümüzü yaxşı hiss elətdirir. Bəzən çox yanlış anlayırlar ki, mən başqası üçün niyə nəzakətli olmalıyam? İlk öncə nəzakət ağılı nümunəsidir. Ağıllı insanlar hər zaman nəzakətli olur. Cahillik, kobudluq doğurur. Bu nöqteyi nəzərdən hər kəs özünü ağıllı hesab etdiyinə görə zəhmət olmasa nəzakətli də hesab eləsin. İkincisi, nəzakətin ilk müalicəsi insanın özünə qarşıdır. Kiməsə yaxşılıq etmək, kiməsə hörmət etmək İlk öncə bizim özümüzü yaxşı hiss elətdirir. Gün ərzində yaxşı əməllər etmək, başqasının qəlbini sevindirmək insanın özünə qarşı dəyərini yüksəldir və daha yaxşı işlər görməyə çalışır. Buna görə də mən hər kəsə tövsiyə edirəm ki, ilk öncə özünü düşünərək, öz vacibliyi, öz dəyər hissini yüksəltmək üçün yaxşı olsun, ətrafına hörmət etsin. Daha sonra ətrafımızdakı olan adaptasiya məsələsidir. Etiket dediyiniz nədir ki? Əslində, başqaları ilə birgə yaşamaq mədəniyyətidir, başqaları ilə birgə işləmək mədəniyyətidir, yol getmək mədəniyyətidir, ailə qurmaq mədəniyyətidir. Ailə daxili etiket uzun ömürlülük vəd edir. Uşaqda ağıl stabilliyi, ağıl gözəlliyi vəd edir. Dünyada cəhalətin azalmasını vəd edir. Nə gözəl məqama toxundunuz Günel xanım. Ailə daxili münasibətlərdə tez-tez rastlaşırsan ki, nəyəsə görə insanlar, həyat yoldaşları bir-birindən əzici zarafat eləyərək gizli aqressiya göstərməyə, sanki münasibətlərin daha isti olmasını göstərir. Halbuki bu belə deyil. Bir ailədəki nə qədər hörmət, nə qədər xoş münasibət qalırsa, bir o qədər sevgi də, hisslər də gözəl qalır. Bu etiket əslində eyni zamanda da sevginin də daha çox olmasına səbəb olur. Doğrudur. Bəzən sevgidə əgər etiket yoxdursa, mədəniyyət yoxdursa, tərbiyə yoxdur deməkdir. Və bəzən elə sevgi var ki, insanı, uşağı korlayır, elə düzgün yönəldilmiş mədəni sevgi var ki, insandan çox böyük əxlaqlı bir varlıq yetişdirir. Bu nöqteyi nəzərdən ikisi birlikdə çox önəmlidir. Biz heç kəsi tərbiyə edə bilmərik, ancaq özümüzü. Və etiket elə bir məsələdir ki, və etika ancaq ötürülmə və nümunə ilə olunur. Zorla tərbiyə olunmaz. Döyməklə, təhqirlə tərbiyə və etiket qaydaları öyrədilməz. Yalnız uşaqlar böyüklərə baxaraq, onların yemək qaydasını kopyalayaraq, təqlid edərək, valideynlərin bir-birinə buyurun, canım, əzizim, tənqid edərkən belə hörmət çərçivəsində edərək, baxaraq elə öyrənirlər. Günel xanım, mən sizin sözünüzü kəsərək etiket qaydasını bəlkə də pozuram, amma sadəcə olaraq məcburam, çünki reklama girməliyəm. Amma söhbət o qədər maraqlıdır ki sizdən. İstəyirəm reklamlardan qayıdıb söhbətimizə davam edək. Mən gözləyirəm. Hal-hazırda reklamlara keçid edirik əziz tamaşaçılarımız. Daha sonra Günel xanımla söhbətimizə davam edəcəyik. Bu, adi paltar yuyan maşın deyil. Bu, super sürətli, 49 dəqiqəlik rejimə malik yeni Electrolux'dur. Əlinizdə olana, yaxud borc aldığınıza qayğı göstərə bilməyiniz üçün.
Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Əziz tamaşaçılarımız, biz etiket qaydalarından danışırıq. Elə qaldığımız yerdən də efirimizin qonağı Günel İbrahim ilə danışacağıq. Günel xanım, bir daha salam. İstəyərdik qaldığımız yerdən davam eləyək. Fikrinizcə, hansı elementar gündəlik vərdişlərimiz etiket çatışmazlığını göstərir? Bu, yəni danışıq ola bilər, yüksək səslə danışıq, bəlkə bədən dilimizdə ya da səbirsizliyimizdə. Hansı məqamlar? Etiket qaydalarımız ilk başda başlayır gigiyenadan. Səhər oyanarkən özümüzə qarşı təmizlikdən. Çünki bu yalnız bizim sağlamlığımızdan əlavə olaraq da digərlərdə narahat edə bilir. Bu nöqteyi nəzərdən təmizlik ən birinci, ən fundamental etiketdir. Gigiyenik təmizlik, bu gündəlik duşdur, bu ağız təmizliyidir, bu paltar təmizliyidir, bu saçın səliqəliyidir və gülərüzlülükdür. Evdən çıxandan sonra da təbii ki, salamlaşma mədəniyyətidir. Hər bir qonşunuzla liftə daxil olarkən tanıdığınız simalarla ərinməyin, bir salam verin. Necəsə sualını verməyə ehtiyac yoxdur. Əgər çox yaxın və yaxud da ayaq saxlayıb danışmaq istəmirsinizsə. İş dünyasında biraz fərqlidir. Vəzifəcə böyüyə necəsən sualı verməzlər. Salam verərlər, amma necəsən sualı verməzlər. Rəhbərə məsələn birinci əl uzatmazlar. Ən çox gördüyüm yanlışlıqlardan biridir. Rəhbəri görür və yaxınlaşır, deyir salam, necəsiniz və əl uzadır. Bu protokol qaydalarını öyrənməklə biz özümüzü çox gözəl hər yerdə hiss edə bilirik və hər şeyi doğru edərkən də adaptivliyimiz də, yəni uyğunlaşmağımız çox yüksək səviyyədə olur. Həm karyerada, həm qonşuluq mədəniyyətində, həm sosial xidmətlərdə, yəni sosial cəmiyyətdə yaşayırıq. Bizim uyğunlaşmağımız mükəmməl olur. Bir insan bir yerə uyğunlaşması niyə vacibdir? O cəmiyyətə aidliyini hiss eləyir ki, mən bura aidəm, kök salır, daha yaxşı işlər görmək istəyir, ağac əkmək istəyir həmin o həyətdə. Çox maraqlı bir duyğular oyadır etiket, çox dərindir. Yalnız salam vermək mədəniyyəti ilə başlayırsa da, amma dəyərləri böyük bir kök buraxır. Günel xanım, ümumiyyətlə həyatımızdakı inkişaf mərhələsidir, texnoloji inkişaflar, hər şeyin dəyişməsi artıq etiket anlayışlarını da biraz dəyişir. Komment yazmaq, daha sonra telefonla danışıq, mesajlaşma, kiməsə cavab vermək, kiməsə belə deyək, emojilər göndərmək, sosial şəbəkələrdə rəqəmsal etiketə nə dərəcədə əməl edirik? Onu da ayıracaq. Ailə daxili dostlarla çox gözəl münasibətlərdən emojilər göndərə bilərik, gözəl maraqlı zarafatlar göndərə bilərik. Lakin iş dünyasına bu aid deyil. Emojilər, zarafatlar, hər hansı bir video, görüntülər işə aid olmayan heç biri işgüzar etiketə aid deyil. WhatsApp-da nə qədər sürətləndirsələr də, amma biz yenə də WhatsApp səsində çox danışırıq. Bilin ki, səs insanı yorur. 11-13 saniyədən çox səs göndərməzlər. Onsuz da 13 saniyə çox böyük bir müddət. Bir fikri gözəl ifadə etmək üçün yetərlidir. 13 saniyədən sonra beyin alimləri deyirlər ki, səs insanı yorur, elektron səs. Və buna görə də WhatsApp nə qədər sürətləndirsə də yenə bizim danışma sürətimizə çatmır. Çox xahiş edəcəyik ki, səsə çox diqqət etməliyik. İş dünyasında birinci zəng etməzlər. Birinci səs dəyişilən etiket qaydalarından biri də odur ki, əvvəllər deyirdilər ki, mesaj yazmaq qeyri-etikdir, zəng etmək doğrudur. Son 10 ildə bu da dəyişib. İlk öncə mesaj göndərərlər, uyğunsunuzsa sizə zəng edəcəm. Bəli, ən sevmədiyim bir şeydir. Həqiqətən də insan hesab edilir. Yəni qarşı tərəf düşünmür ki, bəlkə sənin şəxsi sərhədi və keçmiş oluram. Ən azından mesaj yaz. Əgər insanın əlindədirsə telefon artıq dərhal cavab yazıb sənə cavab verə biləcək. Amma bəzən insanlar özlərini həddindən artıq səmimi sayıb birbaşa götürüb zəng eləyə bilərlər. Bəs yersiz zarafat etmək,
kimisə zarafat adı altında əslində aqressiv şəkildə əzmək. Bax, belə halların qarşısını necə mədəni şəkildə etiketi pozmadan, amma cavab verərək, belə deyək, sərhəd qoyula bilər? Victor Hugo'nun çox gözəl bir sözü var. Deyir ki, zarafat etməkdən ötürü mən 200 kitab oxumalıyam. Buna görə də zarafatı hər kəs edə bilməz. Zarafat çox intellektual bir məsələdir. Və çox zəki insanlar elə zarafat etməyə bacarırlar ki, heç kəsin xətrinə dəymir. Və bu sarkastik xarakter daşımır, yəni insanı sancma. Bu nöqteyi nəzərdən mən zarafat etməkdən kübar insanları ümumiyyətlə çəkindirirəm. Əgər çox da əmin deyirlər ki, dedikləri ətrafda kiminsə xətrinə dəyə bilər. Düşünərək zarafat etmək, əylənmək yaxşıdır, amma ətrafınızda hər kəs əylənirsə, sizin zarafatınızdan birinin keyfi düşdüsə, əgər siz kiminsə üzərində, şəxsiyyət üzərində zarafat edirsinizsə, bu etiket tərəfindən qəbul edilməzdir. Mədəni insanlar şəxsiyyəti lağlağı edərək, şəxsiyyət üzərindən, onun hərəkətini, onun bədən quruluşunu, onun fiziki görüntüsünü, onun ləhcəsini lağ edərək gülünc hala gətirə bilməz. Bu kübarlıqdan və alicənablıqdan çox kənar bir məsələdir. Bir də neyəsə görə o insanlar zarafat eləyəndə özlərini məsxərəyə qoyaraq yox, qarşı tərəfi məsxərəyə qoyaraq zarafat edirlər. Və nəsə və onlara nəsə deyəndə ki, axı sənin ixtiyarın yoxdur bu şəxsi sərhəddi keçməyə. O da deyir, sən zarafat başa düşmürsən, yenə sən müraciətdən keçirlər və yenə də hələ bir günahlandıra bilirlər. Elə sən müraciətinə keçməkdən danışmış. Yəni bu halda insan demək istəyir ki, belə zarafat eləmək istəyirsənsə özünü məsxərəyə qoy da. Niyə sən qarşı tərəfdən icazə almadan bunu eləyirsən? Günel xanım, sən müraciətinə keçmə məsələsində hansı hallarda və kimlərə biz sən deyə müraciət edə bilərik və hansı hallarda bunu eləmək ayıbdır? Doğrudur. İlk tanışlıqlarda hamımız sizik. Siz gözəl bir sözdür. Yalnız sərhəd demək deyil. Bu da həm də hörmətdir. Bütün simalara hörmətdir. Hər birimiz bir çox sima daşıyırıq. Yalnız Günel deyiləm ki, həm anayam, həm kiminsə qızıyam, həm iş yoldaşıyam, həm rəhbərəm, bəzi insanlar üçün qonşuyam. Bu nöqteyi nəzərdən bir çox sima daşıdığıma görə, bu həyatda rolum çox olduğuna görə, çoxluq da bir şəxsdə cəmləndiyinə görə mən sizəm, çoxluq xarakteri daşıya bilirəm. Yəni biz əslində hörmət məqsədi ilə siz deyirik. Lakin çox doğma insanlara əmin olduğumuz, çörək kəsdiyimiz, dost dediyimiz, ailə dediyimiz, Allah qədər yaxın hiss etdiyimiz bəzən hisslərə sahib olan insanlara, nə qədər yaxın özəl insanlara sən deməliyik. Bu əvvəldən belə olur. Və buna görə də son bir 20-30 ilə bütün dünyada bu sən-siz ciddi məsələyə dönüb. Hətta bir çox dünya universitetlərində müəllimlərə tələb qoyublar ki, tələbiyə də siz deyəcəksiniz. Öncəki hörməti qaytarmaqdan ötürü. Çünki çox öncələr müəllimlər də tələbələrə siz deyirdilər. Bu nöqtəni iyerarxik deyil, hörmət xarakteri daşıyaraq. Çünki uşaq artıq kiminsə övladı deyil, həm də tələbə statusu qazanıb. İki sima ilə həyatda vardı. Bu artıq ona hörmət etməyə layiqdir deməkdir. Günel xanım, sadəcə anlamadım xaricdə... Bəli, buyurun. Anlamadım xaricdə siz axı orada siz, sən ikisi də bir orada necə onu ayıra bilirlər ki... Son hecadadır məsələ. R hərfi var, sizdə, your. You, sən, bir balaca dili qattalayaraq sonlandırmaq siz deməkdir. Və dili qattalamayaraq you sadəcə deməklə sən deməkdir. İngilis dili ləhcəsində də kiçik elementlərə fikir versək, sizlə səni çox rahatlıqla qulağınızdan ayıra bilərsiniz.